Əgər dietanızı pozmaq istəmirsinizsə, dietada istifadə etdiyiniz qidaları və ya içəcəkləri öncədən alıb evdə stoklayın. Çünki bugün qəhvəm yox idi deyə aclıq hiss eləyirdim. Anam qreçka bişirmişdi, 3 qaşıq qreçka yedim. Yəni bir şey olmaz, onsuz qreçka mən dietada istifadə eləyirdim. Sadəcə qəhvə olsaydı yeməyəcəkdim. Neynədim, onu yedim, çıxdım çölə yürüyüşə. Onu da niyə yedim? Çölə çıxanda yeməklərin üstünə atlamayım deyə. Onlar da hansı bir yeməyi gözüm görər, gedib alaram. Qaydanda bir qəhvə aldım, bir də banan aldım özümə. Bananı da niyə aldım? Düşündüm ki, yemək əvəzi, belə öz başıma aldatdım ki, yemək əvəzi ala bilərsən. Onsuz da bu saatda yemək fikrim yoxdur, saat 9-dur. Mən bugün indi saat 9-da yemək yesəm, sabahları saat 9-da canım kəskin şəkildə yemək istəyəcək. Ona görə bu saat yox, amma günüş yeyə bilərəm. Dedim ki, okey, bu bananım, bu da qəhvəm. Birinci qəhvəni iç, bax gör nə hiss eləyirsən. Bəlkə doyursan, bəlkə iştahı kəsir. Əgər iştahın kəsilməsə, bu banan buradadır, bu banan qaçmır. Yenə bu bananı yeyə bilərsən. Bir yarısına çatmışam, artıq aclıq hiss eləmirəm. Əsas da gecə aclığıdır. Gecə aclığını həll eləmək lazımdır. Onu da bu cür həll elədim. İnşallah davam olar. Bye bye.